Salam əziz həmvətənlərimiz, Moskva şəhərində salamlayırıq. Həqiqətən də səhərdən otaqlara, tədris mərkəzində biz otaqlara baxırdıq və çox bəyəndik. Bizim gözəl insan bizi qəbul edərək və yüksək səviyyədə burada müsəlmanlar tədris alır, dini tədris alır və tədris alan zaman da həm naharlarını da yeyirlər və pulsuz təbii ki, düzdürmü? Və bizə xoşdur ki, Aleyhdə Az İnformasiya Agentliyi olaraq Məmməd müəllimlə Moskva şəhərindəyik. Məmməd müəllimlə də Moskva şəhərindəyik və çox xoşumuza gəldi. Bilirsiniz, əsas odur ki, hansı dinə qulluq etməyimizə baxmayaraq insan olmaq lazımdır və o dinə də hörmət qoyulmalıdır. Yəni, balaca özünüzü təqdim edərsiniz, o bizi izləyən şəxslər də bilsin, məlumat olsun sizdən. Adım Əli Əkbərdir, çox şad oldum, gəldiniz bizə, ziyarət elədiniz. Özüm Naxçıvandanam, 2001-ci ildə Moskvadayıq. Burada işləyirəm, İslam mərkəzində işləyirəm, Quran mərkəzinin rəisiyim. Çox gözəl. Bütün müsəlmanlar, yəni baxmayaraq kim, hansı millətdir, yəni müsəlman olaraq gəlirlər bizə, bura İslam mərkəzinə tədris almağa. Hədisdir, Peyğəmbərin həyatıdır, Qurandır, ərəb dilidir. Bütün müsəlman nə istəyir, hansı fəndən tədris almaq istəyir, hər şey verilir Allahın izni ilə. Şükürlər. Min şükürdə, yəni belə Moskvanın deyək ki, sentrində, Avtozavodski sentr sayılır. Allah'a qurban olum, yəni Allahın izni ilə bizim belə yəni İslam mərkəzimiz vardır. Düz sentrdə, elhamdülillah, min şükür. Şükürlər olsun. Özünüzü təqdim edəndə deyirsiniz ki, Naxçıvandan, Azərbaycan Respublikasının vətəndaşısınız. Bəli, bəli. Bilirsiniz, dinindən, əqidəsinə asılı olmayaraq, hansısa vətəndaş Azərbaycan dövlətində çıxanda, o üzərində Azərbaycan Respublikasının xarici pasportunu daşıyaraq o Azərbaycanı tərk edib gedir hansısa bir dövlətə. O gedəndə onun işinə, gücünə baxmayaraq fərq yoxdur. O bir diplomat sayılır. O Azərbaycan dövlətini təmsil edir. Siz burada Moskva şəhərində nə etsəz, istəyir yaxşılığa, istəyir albaylanması nəsə pis olanda da Azərbaycan dövlətinin adına hallandırırlar. Düz deyiləm, biz indi Məmməd müəllimdən hüquqşünasıq, bilirik işləri. Ona görə mən sizə can sağlığı arzu edirəm. Arzum odur ki, Azərbaycan dövlətini, dövlətçiliyimizin daima adını uca edəsiniz. Təbii ki, Rusiya Federasiyası prezidenti Vladimir Putin bu mərkəzə çox böyük diqqət göstərir. Çox böyük diqqət göstərir. Mən bundan şad oldum ki, mərkəz çox böyükdür və biz hər otaqları, Məmməd müəllim, hamımız siz bizə göstərdiniz, izah etdiniz, yeməkxanaya baxdıq, yeməkxanada nəzər insanlar, xanımlar, bəylər, gənclər yemək yeyirlər, yeməklə qidalanırlar. Bu təmənnasız olaraq özdə, bu çox böyük bir işdir deyərdim. Sizə can sağlığı arzulayıram. Arzum odur ki, tələbələrlə burada Tatar da var, hər cürə millət var burada. Arzum odur ki, bir xahişim budur ki, hər zaman Azərbaycan dövlətimizin haqqında da, dövlətçiliyimizin haqqında da, üçrəngli müqəddəs bayrağımızın haqqında da, hüquqi dövlət olduğu haqqında da və bugün şükürlər olsun, alnımız açıqdır. Sən dinlərsən, düzdürmü? Namaz qılarsan və Quran dərsi verirsən. Bugün şükürlər olsun ki, azad olunan torpaqlarda İlham Əliyev Heydər oğlunun səbəbi nəticəsindən, daxili və xarici siyasətin nəticəsindən torpaqlarımız azad olur. Bugün torpaqlarımızda, o azad olunan torpaqlarda Qarabağda, Şuşada, Xankəndində meçidlər bərp olundu və bugün meçidlərimizdə azan səsi gəlir, orada ibadət olunur, namaz qılınır Bəli, Allah Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanımı da qorusun ki,
azad olunan torpaqlarda, o meçidlərdə onun da böyük dəstəyi vardır, əməyi vardır. Məkkə şəhərindən ona Quran hədiyyə verirlər. Cənab Prezident və Vitse-Prezident Mehriban Əliyeva o meçidə gətirir, Quranı hədiyyə verir Azərbaycanda, Qarabağdakı meçiddə. Bilirsiniz, bunu fəxrlə danışmalıyıq. Bunu hər zaman söyləməliyik. Bilirsiniz, gəlin dildə olmayaq. Gəlin qəlbə, dövlətə, dövlətçiliyə, xalqa xidmət edək. Bugün Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının yanındadır. Biz də xalq olaraq, Azərbaycan Respublikasının vətəndaşı olaraq Cənab Prezidentin yanında olmalı. Düz deyirəm, ay Seyid, özün də Seyidsən. Allah sənin imanlarını kamil etsin. Mən ümidvaram ki, sən burada bu böyük mərkəzdə Azərbaycan dövlətini də bir təmsilçi olaraq böyük təmsil edirsən. Bunu da unutmalı deyilik ki, Rusiya Federasiyasının Moskva şəhərində Cənab səfirə də öz təşəkkürümüzü bildirməli. Səfiri də böyük burada fəaliyyəti var, Azərbaycan səfiri. Funksiyaları, əməyi, bilirsiniz, insan əməyi itirməlidir. Məhəmməd müəllim, qısa sizin də nəsə fikriniz varsa buyurun, eşidək. Mən sizə minnətdaram. Siz 2 həftəlik bu rəsmi bizim ezamiyə müddətimizdə bizi belə məbədgahlara ziyarətə gətirirsiniz. Sizin rəhbərliyinizlə biz gəlməyimizə görə çox sağ olun. Üzr istəyirəm Məhəmməd müəllim. Sinagogda olduq, Bəli. kilsədə olduq. Bəli. İndi müsəlman, ümumi tək Azərbaycan müsəlman birliyidir. O sizin vətənpərvərliyinizdən irəli gəlir. Müxtəlif dinlərə məxsus məbədgahları sizin rəhbərliyinizlə bir yerdə ziyarət etdik. Amma bugün çox kövrəldim. İslam Mədəniyyət Mərkəzində bizim həm yerlimiz əslən Naxçıvan Muxtar Respublikasından olan Ələkbər müəllimlə görüşümüz məni çox belə rövnəqləndirdi, sevindirdi. Rusiya dövləti ilə mərkəzində belə bir müsəlman məbədgahının, belə bir təhsil ocağının Rusiya Prezidenti Vladimir Putin tərəfindən açılması, belə inkişafı, tərənnümü mən həm dövlət başçımız Cənab İlham Əliyevə minnətdaram, həm də Vladimir Putinə, Rusiya Federasiyasının prezidentinə minnətdaram. Azərbaycan dövləti ilə Rusiya dövlətinin uzun müddətli tarixə söykənən dostluğu bundan sonra da yüksək maçlarda davam etdiriləcək. Buna əminəm. İnşallah. Çox sağ olun. Allah hamınızı qorusun. Allah hər zamanda xahişim nədir ki, hər namazda, dua edəndə, ibadət eləyəndə Azərbaycan dövlətini də unutma. Azərbaycan Respublikasının Cənab Prezidentini də unutma. Dahi Ulu Öndər Heydər Əliyevin də ruhuna hər zamanda bir salavat yolu verir. Rəhmət oxuyun ki, bizi Azərbaycan dövləti bugün dövlət edə Ulu Öndər Heydər Əliyevin siyasəti olub və bugün də onun siyasətinin davamçısı İlham Əliyev Heydər oldu. Sağ olun. Minnətdaram. Sağ olun.